Çox sağ olun ki, səbirlə bizim bu tədbirin gedişatını izləyirsiniz. Əslində biz bu tədbiri bu formatda eləməkdə məqsədimiz budur ki, burada bizim körpə balalar oturur. Onlar üçün əslində bu şagirdlər bir nümunə təşkil edir. Gələcəkdə abituriyent olanda, doğrudan da əzmlə çalışanda yüksək nəticələri əldə etmək olur. Onun üçün səbirlə dinlədiyiniz üçün təşəkkür edirəm. Bir məqamı da vurgulamaq istəyirəm. Aylin balamız burada çıxış elədi, Ayan balamız çıxış elədi burada. Ayanın qardaşı da bizim kursda məzundur ki, bu universitetində oxuyur hal-hazırda və Ayanın atası vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. O indi hal-hazırda onun atasının da ruhu bəlkə də şahidir. Onun nailiyyətləri, gözəl nailiyyətlər qazandıqca ona həyatında da uğurlar arzu edirəm. Hər zaman ailəsinin, sevdiklərinin başını hər zaman uca eləsin. Hər birinizə dəvətinizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm. Bizim bu abituriyentlərimizə də uğurlar arzu edirəm. Hələ döyüşün ikinci yarısı durur, olaq imtahanı. İnşallah onunla əzmlə çalışsınlar, orada da yüksək nəticə göstərsinlər. Təşəkkür edirəm hər birinizə.